Zəbur 83-cü məzmur. Bir ilahi, Asəfin məzmuru. Ey Allah, susub səssiz durma. Ey Allah, sakit olma. Budur, düşmənlər qiyamət qoparır. Sənə nifrət eləyənlər sənin əleyhinə qalxır. Xalqına qarşı fənd işlədirlər. Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər. Deyirlər, gəlin, onları millət olmasın deyə məhv eləyək. İsrailin adı xatırlanmasın deyə onları yox eləyək. Ürəkləri bir olaraq qərara gəliblər. Sənə qarşı bunlar əhd eləyiblər. Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər, Geval, Ammon, Amalek, Filiş və Sur əhalisi. Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək eləyir. Başlarına gətir Midyanlılara elədiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini. Onlar Endorda həlak oldular, torpaq üçün peyin oldular, əsilzadələrini Orev və Zeyev kimi elə, bütün ağalarını Zevah və Salmunna kimi elə. Onlar demişdilər, Allahın otlaqlarına sahib olaq. Ey Allahım, onları sovrulan toza, küləyin süpürdüyü saman qırıntısına çevir. Meşəni yandıran od kimi, dağları alışdıran alov kimi, onları tufanınla qov, qasırğanla dəhşətə sal. Ya Rəb, onların üzünü xəcalətə bürü, qoy sənin ismini axtarsınlar, əbədilik utanaraq vəlvələyə düşsünlər, rüsvay olub yox olsunlar. Bilsinlər ki, sənin ismin Rəbdir. Bütün yer üzərində ancaq sən haqda alasan.